Çünki indi bilirsiniz də bu filmlər də çəkiləndə bu ancaq orada müsbət qəhrəman şirkət sahibi olur yəni. O maraqlıdır bu. Qabaq qəşəng idi. Qabaq bəzən gördüm müsbət qəhrəman olurdu kətçi. Bəzən müsbət qəhrəman olurdu fəhlə. Fəhlədir. Bəzən müsbət qəhrəman olurdu o da dənizdə neftə işləyən fəhlə, neft buruğunda işləyən fəhlə olurdu müsbət qəhrəman. Ona görə nə qədər insanların da belə rəğbəti artırdı deyirdim. Bəzən insan olurdu, görürsən ki, müsbət qəhrəman olurdu polis məsələn filmdə. İnsanların o sahəyə rəğbəti artırdı. Bəzən müsbət qəhrəman olurdu elm adamı, alim. İnsanların elmə rəğbəti artırdı. Film axı bundan ötürüdür də, film insanları maarifləndirməkdən ötürüdür. İndiki filmlərdə yaxşı adam, əli qolu uzun, ancaq şirkəti olandır. Bu türk qardaşlarımızın da filmlərində belədir, bizdə də belədir. Hökmən şirkətlərin olmalıdır, holding böyüyü olmalısan filan. Yaxşı, bunu sən insanlara aşılasın illərlə, bu insanın da nə elmə həvəsi qalacaq, nə fəhliyə. Ona görə indi heç kəs öz həyatından razı deyil. Bax, buna görədir ya. Bunlar bəzən sadə gəlir ki, mən filmi çəkim, pulumu qazanım, amma onunla məsələ həll olmur. Vallahi həll olunmur. Sənət və peşə düzdür, yaşamaq üçün bir vasitədir. Amma sən sənətvi və peşəvi ancaq maddi qazanc üçün eləməməlisən. Ona vasitə çevirməməlisən. Maddi qazanca vasitəyə çevirməməlisən onu. O cür olanda bəli, mən işimi gördüm, təhvil verdim. Amma sən fikirləşmirsən ki, bu zaman illər keçdikcə insanların zehnində nəyi sən formalaşdırırsan. Onların zehnində belə bir fikir formalaşır. Ona görə məsələn bu günləri fəhlə öz halından razı deyil. O da o cür yaşamaq istəyir. Sən onda cəmiyyəti razı sala bilmərsən. Cəmiyyətin hamısını imkanını eləyə bilmərsən. Amma biz uşaq olan dönəmdə, həmən dönəmdə elə deyirdi. Orada hər kəs öz halı ilə şükr eləyirdi. Elhamdülillah Rəbbil aləmin. Bu məsələlər mühümdür. Nəsə qalsın bir yerində.